Əslən Azərbaycanlı olan Həzrət Ayətullahül Üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani 1931-ci ildə İranın müqəddəs Qum şəhərində Ayətullah Fazil Qafqazinin ailəsində dünyaya göz açmışdır. Onun atası Ayətullah Fazil Qafqazi 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının Ərkivan kəndindən İrana hicrət etmişdir. Anası isə tanınmış və hörmətli seyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqda belə buyurur: "Mən ailənin 4-cü oğluyam və qardaşlarımdan yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə gələcəkdə nə olacaqsınız adlı inşa verəndə mən yazırdım ki, ruhani olmaq istəyirəm. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar bəzilərinin nəzərində ruhanilər geridə qalmış sayılırdılar. Məhəmməd Lənkəranidə dini elmlərə olan maraq onu 13 yaşında Qum Elmiyyə Hovzəsinə daxil olub, İslam dininin incəliklərini öyrənməyə vadar etdi. O, yüksək istedadına görə Hovzənin müqəddimat və səth dərslərini qısa bir zamanda, yəni 6 ilə oxuyub başa çatdırdı. Hələ 19 yaşında ikən Ayətullah Birucerdinin fiqh və üsul elmlərinin xaric dərslərində iştirak edərdi. O, yaşının azlığı, ağıl və zəkasının yüksəkliyi ilə də daim ustad və tələbələrin diqqətini özünə cəlb edərdi. Məhəmməd Fazil Lənkərani təhsil aldığı illəri belə xatırlayır: "Məktəbi qurtardıqdan sonra İslam elmlərini böyük həvəslə öyrənməyə başladım. Elə ki, qısa bir zaman kəsiyində ərəb qrammatikasının bütün mərhələlərini öyrənib, böyük nailiyyətlər əldə etdim. Böyük nailiyyətlər dedikdə məqsədim budur ki, mən hər dərsi tədris əsnasında 2 dəfə oxuyardım. Əvvəlcə müəllim dərsi sinifdə tədris edərdi. Sonra isə həmin dərsi tələbə yoldaşlarımla oxuyar və haqqında müzakirələr aparardıq. Elə buna görə də Hovza dərslərinin ilk pilləsini vaxtından çox tez başa vurdum. Dəqiq yadımdadır. 19 yaşımda Ayətullah Birucerdinin xaric dərslərində iştirak edirdim." Məhəmməd Fazil Lənkərani 11 il Ayətullahül Üzma Birucerdinin, 9 il isə Ayətullahül Üzma Xomeyninin üsul və fiqh elmlərinin xaric dərslərində iştirak etmiş və habelə Quranın təfsiri və fəlsəfə elmini 5 il ərzində Əllamə Təbətəbaydan öyrənmişdir. Məhəmməd Fazil Lənkərani Hovzəyə daxil olduqdan bir neçə il sonra gənc yaşlarından təhsil almaqla yanaşı tədrislə də məşğul olmuşdur. Uzun illər ərəb dili qrammatikası, məntiq, üsul, fiqh və s. elmləri tədris etmiş və yüzlərlə şagird yetişdirmişdir. Onun tədris sahəsində uğurları sonralar Hovzənin yüksək səthli dərslərini, yəni Məkasib, Rəsail və Kifayə kitabları tədris etməyə müvəffəq edir. Ayətullah Fazil Lənkəraninin dərsləri Hovza tələbələri tərəfindən o qədər böyük rəğbətlə qarşılanır ki, təkcə onun üsul dərsində 700-ə qədər tələbə iştirak edərdi. 1960-cı illərin sonlarında Ayətullahül Üzma Məhəmməd Fazil Lənkərani Kifayə dərsində iştirak edən tələbələrinin xahişi ilə üsul elminin xaric dərslərinin tədrisinə başlayır və beləliklə müctəhidlər sırasına qatılır. Ayətullahül Üzma Məhəmməd Fazil Lənkəraninin ictimai fəaliyyətinə gəldikdə isə deyə bilərik ki, İslam inqilabının qələbəsindən sonra Qum Elmiyyə Hovzəsinin rəhbərliyi ona həvalə edilir. Bundan əlavə, o paralel olaraq Müəllimlər Şurasına, İdarə Heyətinə və Feyziyyə Mədrəsəsinə də rəhbərlik edir. O,
İşlədiyi 10 il ərzində tələbələrin həm təhsil və həm də məişət problemlərinin həlli ilə ciddi maraqlanar və həll edərdi. Ayətullah Məhəmməd Fazil Lənkərani özü bir çox alimlərə ictihad icazəsi verməsinə baxmayaraq, Ayətullah Gülpayqani və Ayətullah Ərakiyə ehtiram əlaməti olaraq risaləsini çap etdirmirdi. Lakin 1994-cü ildə Ayətullah Gülpayqani və Ayətullah Əraki vəfat etdikdən sonra Ruhanilər Cəmiyyəti və Qum Elmiyyə Hovzəsinin Müəllimlər Şurası tərəfindən mərcəy təqlid kimi tanıtdırılıb, risaləsini çap etdirdilər. Ayətullahul Üzma Şeyx Məhəmməd Fazil Lənkərani ömrünün çox hissəsini Hovzənin rəhbərliyinə və habelə tələbələrin problemlərinin həllinə sərf etməsinə baxmayaraq, elmə də böyük töhfələr vermişdir. Onun elmi əsərlərindən nümunə olaraq Nihayətül Təqrir, Mu'təmədül Üsul, Təfsilüş Şəriə, Tibyanul Üsul, Üsul dərsləri, Əl-Urvətul Vusqa kitabına haşiyə, Misbahul Fəqih kitabının təharət bölməsinə haşiyə, İzahul Kifayə, Mədxəlüt Təfsir, Fiqh qaydaları, Əl-İctihad və Təqlid və sair əsərlərini göstərmək olar. Ayətullahul Üzma Şeyx Məhəmməd Fazil Lənkərani uzun illər İslam dünyasına əvəzsiz xidmətlərindən sonra 2007-ci il 16 iyun tarixində 76 yaşında dünyasını dəyişmiş və Həzrəti Məsumənin hərəmində dəfn olunmuşdur.